Axşamınız xeyir olsun. Salamlar müəbbinizi. Elə orada canlı efirdə də bildirdim birbaşa ki, ilk öncə azarkeşlərə təşəkkür eləmək istəyirəm. Bugün tam başqa bir ab-hava idi stadionda və çoxdandır bizim yerli oyunlarımızda, yerli çempionatda bu stadionda belə azarkeş dəstəyi olmamışdı və həm mənim üçün çox xoş oldu, həm futbolçulara əlavə motivasiya verildi və təşəkkür edirəm onlara və hər oyun onları biz gözləyirik və istərdim ki, onların sayı daha da artsın və azarkeşsiz futbol çox zəif görünür. Bu oyun bəlkə bugünkü oyun çox az sayda azarkeşli olsaydı, bəlkə belə bir daha maraqlı oyun şahidi olmazdıq. Və futbolçularımı təbrik edirəm. Çox vacib qalibət əldə elədilər və çox razı qaldım. Hansı ki, ən vacibi sona kimi sürəti, dinamikanı qoruyub saxlaya bildilər. Və çünki qarşılarında çox təhlükəli əks-tutma keçən bir kollektiv var idi və çox vacib idi bizim üçün hücumda ola-ola müdafiədə diqqətli olmaq və bugün bunun şahidi oldu və buna baxmayaraq yenə də Neftçi bir neçə yaxşı gol epizodu yaratdı. Yenə bu onların gücündən xəbər verir və belə öz komandamız haqqında və Neftçi oğulları arzulayıram, Samirə oğulları arzulayıram. Hansı ki, onun üçün ola bilər son vaxtlar bir o qədər asan deyil ki, öz düşündüyü futbolu göstərsin, amma mən bir məşqçi olaraq onu görürəm, onun istədiyini meydanda, hansı ki, bizim üçün çətinliklər yaradır və inanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəklər və uğurlar arzulayıram Neftçiyə. Buyurun, suallara keçərək, buyurun. Təbrik edirəm. Xüsusən ikinci hissədə, ilk hissədə 3 gol vurduğumuzu nəzərə alsaq, ikinci hissədə biraz daha rahat oynayacağımızı gözləyirdim şəxsən mən, amma 90 dəqiqəni tamamlar kimi təzyiqi, tempi davam elətdirməyə göz, həm də Araz Naxçıvan Kubok oyundan hazırlıq kimi xarakterizə oluna bilər. Yox, yəni belə bir planımız yox idi. Sadəcə mən son onu Səbaildə oynadıq da. Bəli, mən Səbailin oyunda da fikirlərini bildirmişdim ki, bizim yanvar ayından bu yana bizim belə bir kiçik mikrosikl məşq edəsi günlərimiz olmamışdı. Yəni 8 gün bizim vaxtımız, imkanımız var idi ki, komandanı daha yaxşı bərpa etməyə və məşqlərdə daha aktiv, daha dinamik məşqlər keçməyə. Sadəcə biz ondan, yəni bugünkü oyunda göründü ki, yararlana bildik və düzün desəm biraz narahatçılığım var idi ki, ola bilər ki, biraz futbolçularda ağırlıq olsun, çünki həm güc, həm ümumiyyətcə sürət, həm dözümlülük bu həftə futbolçuları demək olar hər birindən demək olar ki, lazımi qədər vermişdik. Narahatçılığım var idi, amma görünür oldu ki, planımızı düz tutmuşuq. Hansı ki, futbolçular bugün 90 dəqiqə meydanda o gücü, o sürəti qoruyub saxlaya bildilər. Yəni Naxçıvanla oyunla bağlı belə bir heç bir düşüncəmiz yox idi. Sadəcə futbolçuların idman formasını bu günlərdə maksimum çalışıb yaxşılaşdırmaq idi. Buyurun. Buyurun. Kurbanlarım Seyrolması'nı təbrik edirəm. 2 sualım vardı. Medina 4 oyunda oynamır. Yayında müqaviləsi gedir Medina yoxsa qalacaq? Çox sağ ol, amma hələ tam çempion olmamışıq. Hələ rəsmi olaraq olmamışıq. Ona görə bəli, şansımız çox böyük oldu, amma hələ tam rəsmi olmamışıq. Medina'ya gəlincə, bəli, 4 oyun oynamır. Sadəcə, dediyim kimi, Mateos o mövqedə özünün yaxşı tərəfdən göstərdi və onu dəyişmək istəmirəm və bu demək deyil ki, Medina'nın oyununa razı deyiləm. Sadəcə, özünün yaxşı tərəfdən göstərdi, ona görə ona daha da çox şans yaratmaq istəyirəm, hansı ki, bəlkə gələcək planlarım üçün. Amma Medina'nın müqaviləsi qurtarmır. Hələ onun bizimlə bir səhv edilmirsə 2 ildə müqaviləsi var. Yəni Medina bizim oyuncudur və qarşıdakı oyunlarda maksimum çalışacaq ki, şans verməyə. Bir də Səbaillə oyundan sonra demişdiniz ki, nə olursa olsun
bir mənalı danışamıyor Hüseyin ətrafında. Sizə icra komitəsində olan həmkarlarınız sizdən düşməz. Yox, ona biraz fərqli yanaşmaq lazımdır. Yəni oyun günləri məşq olan günlərimiz olur, məşq olmayan günlərimiz olur və digər tərəfdən icra komitəsində yəni 10 dəqiqəlik, 15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla oturub müzakirə olunur və ona görə mən əvvəlki gündən öz fikirlərimi bildirirəm ki, belə bir icra komitəsində yəni iştirak edə bilməyəcəm və çox da biz bir-birimizi anlayırıq. Bugün Hacının yəni nəyin açılışı? Kiçik biznesin deyək, hansı ki açılışında mən gedib tez təbrik edib, onlar arzulayıb qayıtdım. Ona görə biraz fərqli belə deyək, yəni mövqelərdir. Buyurun, Zeynal buyurun. Abbas Ziyadədən sonra bir ara bir müddət oynadı, bir son vaxtlar oynamır, Toral olmuyor, həmin bir arada ki, tanıt sağında müdəfəsi görür. Yəni Abbas rəqabətdə uduzur ki, Toral son axaqda olsun şahsarlıqlar. Yox, Abbasın ikinci zədəsi olmuşdu, əgər yadınızdadırsa. Yox, normal, komanda ilə tam məşqlərə başlayıb, çünki onda bir 2 aydan çox səhv etməmişsə belə bir zədəsi var. Səbahillə oyunda, bundan əvvəlki oyunda olmuşdu. O çox, necə deyim, belə çox yüklənən əzələsi, belə deyək, yəni problem var idi. Ki, baldır da, baldır hissəsi dizdən aşağı deyilmi? Hə, ona görə yəni onu birdən-bir oyuna buraxmaq riskli. Yavaş-yavaş hansı ki, məşqlərdə, biraz böyük oyunlarda ondan çalışırıq ki, yavaş-yavaş məşq dəqiqəsinin vaxtını artırmağa və belə qarşıdakı oyunlarda inşallah yavaş-yavaş şans veriləcək. Buyurun. Bugün Kudüs'anızda çift polelerde top momenti var. Çox oldu qol epizodlarımız, amma tam yox, çünki bir var epizodun məsuliyyətsiz yanaşmaq, bir də var ki, qol vurmaq istəyi həddin artıq çox idi və bugün ikinci variant idi. Ona görə elə də bir narahatçılıq yoxdur və həm də ki, belə ümumən götürsək daha çox kadrdə oldu qol epizodları, hansı ki, onun ustalığı yəni o epizodlardan istifadə etməyə şərait yaradır, amma qarşıdakı oyunlarda ola bilər ki, o qol epizodlarını yəni olduğunda boşa verməsin, daha dəqiq olsun və belə öyle də narahatçılığım olmadı düşünürsə. Buyurun. İlkin Sultanlı Qərar Nasırətlə təbrik edirəm. Nərman Axundzadə bu mövsüm 37 oyun oynayıb, 11 asist edib, 12 asist edib, 10 gol vurub. Siz ondan performans istədiniz, performans ala bilirsiniz özünüz kimi? Yəni son vaxtlar ümumiyyətcə belə dəyişilib Nərman, amma mənim bir Yaxşı mənada? yaxşı mənada, bəli. Yaxşı mənada, amma müəyyən müddət oldu, hansı ki, öz idman formasından çox uzaq idi və çox da narazı idim. Bizim daima həm diskussiyalarımız olur, dialoqlarımız olur ki, daha yaxşı olmalıdır. Ümumiyyətcə, hər birinin yəni, futbolu daha çox sevməlidirlər, daha işgüzar olmalıdırlar. Çünki bugün futbol elə bir səviyyə gəlib çatıb ki, dünyada, Avropada, yəni biraz həvəsin, biraz sevgin azaltsa futbola məncə oynamaya ehtiyac yoxdur. Çünki tələblər həddindən artıq çoxdur. Amma tam razı deyiləm Nərman, çünki onun əgər öz üzərində daha çox çalışsa, əgər futbolu daha çox düşünsə, onun potensialı daha yuxarıdır və 11-12 gol yox, o bugün bombardirlər sırasında bombardir olmalıydı və elə birinci olmalıydı. Bir də Qarabağ. Və həm də borcludur olmağa. Bir də Qarabağ deyildi, Qarabağdan ayrılan futbolçular bəzən çox maraq göstərir. Bildiğim qədərilə Mahir Əmrənin müqaviləsi mövsüm sonu bitir. Əgər siz deyilsə, bugün də bu eləmişdik ki, Cəmal da olmuş deyən performansı yaxşı formadadır. Əgər siz deyilsə, Mahir Əmrənin yayda gətirmək istəmişsiniz?
Mahir məncə oxudum ki, danışıqlar aparır. Belə bir heç danışığımız olmayıb Mahirlə. Mahir məqsədi zaten onun daha çox Avropada oynamaqdır. Əgər belə bir istəyi, belə bir məsuliyyəti varsa, yəni onun orada oynamağı daha uyğun, daha məsləhətlidir. Buyurun. Bir sual verin. Musa'nın ayrılıq gəldiyi Gürgarden dünəni sizdən yarı finala çıxdı və liqa mərhələsində evdə yeganə məğlub aldığı Qarabağdan məğlub alındı. Buduqinin də yarı finala çıxdı. Bu haqda fikirləriniz maraqlıdır. Musa'da ümumi bir peşmançılıq hissi var mı? Kaş qalardı. Danışmamışam bu barədə, amma ümumən məncə peşmançılığa ehtiyac yoxdur, çünki belə hallar futbolun bir hissəsidir. Hansı ki, hardasa uğurlu olursan, hardasa uğursuz olursan. Ona görə ümumiyyətcə geriyə yox, daha çox önə baxmaq lazımdır. Hansı ki, mənim gələcək planlarım necə olacaq və mən nə edəcəm. Qaldı ki, onların yarımfinala çıxmalarına əlbəttə ki, Budoglimt məncə haqq eləyirdi. Yəni, ümumiyyətcə, baxmayaraq ki, biz onlara qalib gəlmişdik, amma mənim belə deyək də, ən çox diqqətimi cəlb edən bir komanda oldu. Çünki ümumi onların, geridəki onlarına da baxsaq, ümumiyyətcə, adlı sanlı klublara 3 gol, 4 gol, 5 gol, 6 gol, belə yəni, ümumiyyətcə, əlaqəsi öz meydanında. Yəni, çox belə özünə xas bir futbol fəlsəfəsi var. İnanın ki, əgər mənim, belə deyək ki, bugün qarşıdakı vaxtlarda bir imkanım olsa, bir vaxtım, zamanım olsa, mən o kluba hətta təcrübəyə də gedərəm. Yəni, onların elə bir ki, hansı nəticələr, mənim üçün ümumiyyətcə belə orta vaxt klubların gəlib o səviyyə çatması məni həmişə fikirlərimi cəlb eləyib və məncə haqq eləyirdi. Baxmayaraq indi Tottenham'la düşdü deyəsən, deyilmi? Bəli, Tottenham'la düşdü, onu da qarşı oynamışıq. Bizim komandalarda hər ikisini uğurlara arzulayıram və sanki bu il elə bil ki, Budoglimtin bizim keçənliki biraz o Avropa yolunu oxşadı. Sadəcə biz son dəqiqələrdə Bayerə, belə deyək, yəni həm qırmızı allara, həm belə məğlub olduq, amma bizim də elə şansımız vardı ki, yarım finala çıxmağa. Böyle mən inanıram ki, maraqlı bir oyunlar olacaq. Minimum ən azından bizim oynadığımız komandaların biri finalda olacaq. Buyurun. Sualın davamı olaraq soruşmaq istəyirəm ki, yəni iki komanda hansı oldu, yarı finala çıxdı, biri dəqiq finalda oynayacaq. Lyon son anda Manchester Lyonu keçirdi. Yəni, belə demək olarmı ki, bu iki rəqiblərimizin daha güclü olması, bir fikir formasına olaraq bəxtimiz də bəxt gətirir. Daha yaxşı olan rəqiblər olsaydı, daha yuxarıya məhəllə getmək olardı. Biraz çətin olar mənim üçün nəsə bir fikir bildirməyə, amma inanın ki, bizim məğlub olduğumuz oyunlar olub, hansı ki, ümumi oyunun gedişatına baxsaq, ümumi oyunun belə deyək, keyfiyyətinə baxsaq, bizim qalib gəlmə şanslarımız çox olub. Sadəcə ola bilər, nəyisə düz etməmişik, ola bilər, həyatda nəyisə düz etməmişik, uğur bizdən qaçıb, ola bilər, kollektivdə hər hansı bir mənim bilmədiyim, hansısa bir o kompaktlıq olmayıb. Ola bilər, bu xırda bir detallar var, hansı ki, amma ümumən belə desək ki, bizi hansısa bir oyunda bizi əzdilər, bizdən 5 baş üstün oldular. Biraz futbolçularıma bunu deyə bilmərəm. Yəni, bizim zəif oynadığımız vaxtlar olub, amma qalib gəlmişik. Amma xarakter biraz tam fərqli olub, ümumiyyətcə kollektivdə tam başqa olub. Yəni, belə nüanslar var, hansı ki, görsən sonunda gətirib qalibiyyətə çıxarır. Ona görə yəni, istənilən rəqib olsaydı, bəlkə də elə hamısına məğlub olacaqdı, digərlərinə də. Məncə, böyük bir təcrübə oldu. Ümumiyyətcə, belə bir oyunlarda, əlaqəsi böyük oyunlarda məğlub olmaq həm mənə, həm ümumiyyətcə klub səviyyəsində futbolçulara böyük bir təcrübə verir. Amma digər tərəfdən, yəni bu sistemin dəyişməsi, belə deyək də, sanki 8-də 1 final əlimizdə oldu. Yəni 8 oyunumuz olur, 8 komanda, 8 rəqibimiz olur belə.
Amma əvvəlki illərdə məsələn 6 rəqibimiz olur, 6 oyunumuz olurdu və play-offa çıxmaq üçün mübarizə apardı. Amma sanki play-off əlimizdə oldu. İndi bizim üçün böyük bir təcrübə oldu və inşallah əgər gələn ilə belə bir uğurlu qruplara düşsək, çalışacağıq belə bu ilki səhvlərdən daha da faydalanmağa. Buyurun. Buyurun. Mən Yasir Beyza ilə bağlı fikirlərinizi öyrənmək istəyirəm. Onunla müqaviləni davam etdirməkdə maraqlısınızmı? Növbət mövsüm sərəncamınızda görmək istəyirsinizmi? İstəyərəm. Yəni ümumiyyətcə biz danışıqlar gedir, klub səviyyəti danışıqlar gedir, təkliflər olunub və belə hələ qarşıda bir neçə ay var. Yəqin bəlkə də sezon sonunda bilinəcək. Başqa sual yoxsa çox sağ olun. Çox sağ olun.